Aşağıdakı kartların üzərində müəyyən ədədlər verilmişdir. Şəbnəm bu ədədlərdən hər hansı üçünün cəmini 5-ə bölünür və alınan qalıqları kağıza yazır. Əldə etdiyi müxtəlif qalıqların cəmi neçə olur? Mən ixtiyarı özümün 5-ə bölünmə birinci əlamətini yadıma salıram ki, sonu 0 və 5 ilə bitən ədədlər 5-ə bölünür. Və istədiyim 3 dənə ədədi seçirəm. Məsələn, 476, 474, 483. Bunların cəmini toplayıram. Toplamağı lazım deyil. Mən axırıncı ədədləri hesablayıram. Çünki sonu 0 və 5 ilə bitən ədədlər. 6-ın üstə 4 gəldim 10, 10-un üstə 3 gəldim 13. 13 5-ə bölünmür. 13-ü 5-ə böləndə qalıq 3 eləyir. Buradan 3 qaldıq. Sonra 6-ın üstə 0 gəldim, üstə də 3 gəldim 9. 9-u 5-ə böləndə qalıq 4 qalır. Sonra 476 üzərinə gəl 450, üzərinə gəl 474. Bunların cəmində də yenə 6-ın üstə 4 gəldim 10. 10 bölünür, qalıq 0 qalır. Sonra yenə də 450, üzərinə gəl 474, üzərinə gəl 483. Bunları da toplayanda sonu 7 ilə bitir. 7-ni də 5-ə böləndə qalıq 2. Bu qayda ilə hamısını toplasan, yenə də baxacaqsan ki, alınan qalıqlar, müxtəlif qalıqlar 3, 4, 0, 2. Bunların cəmi də 4-ün üstə 3 gələcəksən, üstə 0, üstə 2 gələcəksən ki, cəmi 9 olacaq. 43-də rəqəmləri hasili 105 olan ən böyük 4 rəqəmli natural ədədlər. Rəqəmləri hasili 105-dirsə, 105-i sadə vuruqlara ayırıram. 105-i sadə vuruqlara ayıranda 3 dəfə 35, 35-i də 5-ə bölürəm, 7 qalıq 7. Bu da elədi 1. Deməli, ədədimin rəqəmləri ən böyük deyəndə 7531 olacaq. Ən kiçiyi deyəndə isə 1357. Bax, bunlardır uşaqlar. Bunların cəmini tapacağım. Bu eləyəcək 8, 8, 8, 8. Yəni 8888. Cavab B variantı. 44-də Səlim içində müəyyən qədər şar olan qutuya içindəki qədər şar qoyub 24 götürür. Və bu əməli 3 dəfə yerinə yetirdikdən sonra qutuda şar qalmır. Bunu variantlardan götürürük. 21 də cavab. Necə eləyirsən? Başlanğıcda 21 idi. İçindəki qədər şar qoydum. 21. Və 24 götürdüm. 42 idi. 24 götürdüm. Elədi 18. Yenə də 18 dənə şar var idi ikinci cəhdimdə. İçindəki qədər, yəni 18 qədər şar qoydum və 24-ünü götürdüm. 18-in üstə 18, 36, 36-dan da 24 çıxdım, 12. Yenə də 12 idi. 12-nin üzərinə 12 gəldim, çıxdım 24-dü və şar qalmadı 0 dənə. Və görürəm ki, şərtim düz deyir. Demə, başlanğıcda 21 dənə şar var idi. Müəllim Ömərdən 2 rəqəmli bir ədədi 27-yə vurmağını, bir dənə ədəd götürmüşəm. Bunu 27-yə vurmalı idi Ömər. Lakin 27 əvəzinə 57 olaraq eşidir. Yəni, bu həmin ədədi 57-yə vurur və vurma əməlinin nəticəsini 2500 vahid çox tapır. Deməli, bunu bərabərləşdirmək üçün bunun üzərinə gələcəm 2580. Çünki 2580 vahid çox tapmışam. Onda tənliyi həll eləyəcəm. 57-dən 27 çıxacam. Eləyəcək 30x bərabərdir 2580-ə. X də bərabərdir 2580-ə böləndə 86. Deməli, Ömərin müəllimi ondan hansı ədədi 27-yə vurmağını da istəmişdi? 86 ədədini.